mən gənc yaşlarda Rövşən Bayramov və digər, indi Rövşən Bayramovu sən tanıyırsan deyə onu deyirəm. Digər bir çəkilə 5-6 dənə güclü idmançılarımız var idi. Elçin Əliyev, Qadir Süleymanov gənclərdə nəticə vermiş Avropa Dünya çempionatlarında idmançılar idi. Həmin ili gəldim mən Respublika çempionatını uduzdum, amma Grand Prix yarışı keçirilirdi. Ulu Öndər Heydər Əliyevin xatirəsinə əsr olunmuş. O yarışı qitənin ən güclüləri, dünya çempionatında birinci, üçüncü yeri tutmuş idmançılar, ancaq Avropa Dünya Olimpiya çempionatlarında medal vermiş idmançılar, bir də ev sahibi olmuş 3 nəfər hər çəkidə güləşə bilərdi. Mən də o yarışda güləşdim, 2-yə çıxdım, Rövşən Bayramova məğlub olmuşdum. Elə oldu ki, mənim əsgərlik vaxtım idi. Fərid Mansurovu da həmin vaxtı baş məşqçi qoymuşdular. Fərid Mansurovda danışdıq belə, dedi ki, narahat olma, əsgərlik vaxtında universiteti bitirmirsən, get köməklik göstərib gətirəcək Mərkəzi Ordu İdman Klubuna. Elə oldu, mən əsgərliyə getdim, Fərid Mansurov da istefa verdi. Bir il əsgərlikdə xidmət eləyəsi oldu.